Mənim qızımın dili ağzında 5-9-10 ildir ki, dili yaradır da, partlayır, əsəbləşən kimi. Bir də yaz payız fəsli dilin üstü yarılır. Onun səhvçilər heç nə yemək sadı yeyə bilmir. Ondan çox əziyyət çəkir həkim. Bu bəlkə anadan gəlmədi gözəl qızım. Yox, anadan gəlmə olmayıbdır. Sonra axır illərdə baş veribdir. Ola bilər ki, əvvəl fikir verməmişsiniz. Yox, anadan gəlmə olmayıbdır həkim. Sonradan yaranandır da. Çox sağ olun sualınıza görə indi cavab verdim. Gözəl qızım, demək orada belədir işlər. Xeyli insanlar gəlirlər. Mən mütləq xəstənin dilinə baxmaqdan yoxluyuram müayinəmi. Gözünü yum, əllərini, dilini çıxar, əllərini qabağa uzat belə. Həmin sinir sistemini yoxluyuram, əsəb sistemini yoxluyuram ki, nə qədər həssasdır. Yəni əsəbi olan, nevroz olan, gərginliyi olanlar gözü yuma bilmir, əlləri müəyyən qədər əsir. Həyat dilin üstünə baxanda görürəm, ödü yaxşı süzmür, dilin üstü yaşıllıq var və yaxud da ki, dili para-paradır. Və çox vaxt deyirəm ki, bu dilinizin paralığına görə həkimə müraciət eləməyin. Bu anadan gəlmədir, böyük bir əksəriyyətində. Yəni o anada genetik olaraq keçə bilir. İndi siz ki, deyirsiniz, sonradan əmələ gəldi. Təbii ki, mən sizinlə mübahisə eləsi deyəm, anasız görübsünüz. O zaman onu mütləq aydınlaşdırmaq lazımdır. Bəzən görürsən ki, mədə turşuluğu çox olanda, orada da dediyim kimi meyilli olanda, o dilin üstündə olan yarılmalar artır və orada hər hansı qıcıqlandırıcı, acestot mu, turşu mu, qıcıqlandırıcı nəşə dəyən kimi ağzında o yanmanı hiss eləyir. Ancaq bir mənalı şəkildə diagnozu qoyub düzgün müalicəni aparmaq üçün onu yolunuz Bakıya düşəndə gətirəcəksiniz. Yəni Allah hamd olsun görmədən buradan Bərdədə ki, o dilin filan xəstəliyidir, elə mümkün deyil. Nə imkanım varsa kömək eləyəcəm, narahat olmayın. Çox sağ olun, sağlığınıza görə minnətdarım.